Hörmətli müəllimlərimiz, əziz məktəb yoldaşlarım və dəyərli dinləyicilərimiz. Sizi yenidən Gələcəyin İşığı FM-in efirində səmimi qəlbdən salamlayıram. Bugün mən məktəbimizin 6A sinif şagirdi Məhərrəm Sahib sizə Azərbaycanın nadir ekoloji sərvətlərindən biri Qızılağac Milli Parkı barədə geniş, ətraflı və hərtərəfli məlumat verəcəyəm. Efirimizdə yalnız məlumat paylaşmaqla kifayətlənməyəcəyik. Həm də təbiətin qorunmasının vacibliyi, gənclərin rolu və gələcək üçün ümidverici mesajları sizinlə bölüşəcəyik. Əziz dinləyicilər, 26 sentyabr 2018-ci il tarixinin Azərbaycan təbiət tarixinə qızıl hərflərlə yazmaq olar. Bugün Qızılağac Dövlət Təbiət Qoruğu Milli Park statusu alaraq beynəlxalq əhəmiyyətli bir ekoloji sahəyə çevirdi. Bu qərar yalnız bir inzibati dəyişiklik deyildi. Bu təbiətimizin qorunması, nadir flora və faunanın gələcək nəsillərə çatdırılması, eləcə də ekoturizmin inkişaf etdirilməsi istiqamətində strateji addım idi. Bu hadisə ölkəmizin ekologiya sahəsindəki uğurlarını beynəlxalq aləmdə daha da görünən etdi. Ekoloji maarifin yüksəlməsinə böyük töhfə verdi. Qızılağac Milli Parkı Xəzər dənizinin sahilində Lənkəran təbii vilayətində yerləşir. Park təxminən 100.000 hektar ərazini əhatə edir və burada bataqlıq, meşə ekosistemi bir arada mövcuddur. Bu unikal ekosistem nadir quş növləri, məməlilər və bitki örtüyü üçün ideal bir mühit yaradır. Burada 250-dən çox quş növü qeydə alınıb. Onlardan bir çoxu qırmızı kitaba daxil edilib. Qış fəslində isə minlərlə su quşu, qutan, flamingo, qaşqalda və digər növlər bu parkda toplaşaraq möhtəşəm mənzərə yaradır. Bu görüntü yalnız gözəllik yaratmır, həm də ekologiya elminin əhəmiyyətini canlı şəkildə nümayiş etdirir. Tarixi baxımından Qızılağac ərazisi bütün əhəmiyyəti kəsb edir. 1929-cu ildən dövlət qoruğu statusu almış bu ərazi 2018-ci ildən park kateqoriyasına yüksəldilərək həm yerli, həm də beynəlxalq səviyyədə tanındı. Bu yalnız torpaq sahəsinin qorunması deyil, həm də ekoloji tarazlığın qorunmasının, nadir flora və faunanın mühafizəsi, ekoturizmin və elmi tədqiqatların inkişaf etdirilməsi məqsədini daşıyır. Parkın fauna müxtəlifliyi olduqca zəngindir. Burada çaqqal, tülkü, yabani donuz, məzin, bəzi nadir gəmiricilər, müxtəlif sürünənlər və bataqlıq ərazilərdə yaşayan unikal su quşları yaşayır. Su hövzələrində balıqların zənginliyi diqqəti çəkir. Xüsusilə nərə balığı kimi qədim və nadir növlərin qorunması parkın əsas vəzifələrindən biridir. Əziz məktəb yoldaşlarım, Qızılağac Milli Parkının əhəmiyyətini daha yaxşı anlamaq üçün gəlin bir kiçik hekayəyə nəzər salaq. Bir dəfə müşahidə aparan bir qrup alim gün batımı vaxtı göldə minlərlə flamingonun sinxron düşüşünü müşahidə etmişdi. Quşların qanadlarının qırmızı rəngi günəşin son şüaları ilə birləşərək al səhrayı bir mənzərə yaradırdı. Bu sadəcə gözəllik deyil, həm də təbiətin bizə verdiyi mesajdır. Məni qoruyun, mənimlə birgə yaşayacaqsınız. Milli park təkcə heyvanlar üçün deyil, nadir bitki növləri üçün də sığınacaqdır. Burada 400-dən çox bitki növü mövcuddur ki, onlardan bir çoxu nadir və tək-tək rast gəlinən növlərdir. Qorunan bu bitkilər yalnız biomüxtəliflik üçün deyil, həm də təbii dərman preparatorları və elmi araşdırmalar üçün böyük əhəmiyyət daşıyır. Misal üçün, burada bəzi nadir dərman bitkiləri tapılmış, onların elmi təhlili həyata keçirilmiş və tibb sahədə istifadə imkanları qiymətləndirilmişdir. Əziz dinləyicilər, Qızılağac həm də elmi araşdırmalar üçün canlı laboratoriyadır. Burada ekologiya, zoologiya və botanika sahələrində araşdırmalar aparılır. Universitet tələbələri və alimlər tez-tez bu əraziyə səfərlər edərək nadir müşahidələr həyata keçirirlər. Bu isə bizim elmi potensialımızı artırır və beynəlxalq səviyyədə yeni kəşflərə yol açır. Alimlərin araşdırmalarına görə parkın su hövzələrində quşların çoxalması biomüxtəliflik üçün əvəzsiz bir göstəricidir. Ekoturizm baxımından Qızılağac Milli Parkı xüsusi önəm daşıyır. Hər il minlərlə turist və təbiətsevər bu milli parkı ziyarət edir. Onlar həm nadir quşları müşahidə edir, həm də dəyərli əhalinin təklif etdiyi bələdçilik xidmətlərindən istifadə edir.
Yerli sakinlər parkın qorunmasına aktiv qatılır və ekoturizmin inkişafına töhfə verir. Bu isə həm sosial, həm də iqtisadi baxımından böyük əhəmiyyət kəsb edir. Turistlər burada yalnız mənzərə və təcrübə qazanmaqla kifayətlənmir, həm də ekoloji maarifləndirmə ilə tanış olurlar. Əziz gənclər, bizim üzərimizə böyük məsuliyyət düşür. Təbiəti qorumaq yalnız dövlətin işi deyil. Biz də məktəblilər olaraq ətraf mühitə diqqətlə yanaşmalı, tullantıları düzgün idarə etməli, su və enerji resurslarına qənaətlə istifadə etməliyik. Ağac əkərək yaşıl örtüyün qorunmasına töhfə verə bilərik. Kiçik addımlar böyük nəticələr doğurur. Qızılağac Milli Parkının qorunması bunun ən gözəl nümunəsidir. Hörmətli dinləyicilər, gəlin biraz da yerli insanların parkla təcrübələrindən danışaq. Park ərazisində yaşayan sakinlər deyirlər ki, əvvəl quşların, heyvanların səsini eşitmirdilər. Amma park statusu ilə birlikdə ekosistem canlandı. Onlar indi gəncləri təbiətə qayğı göstərməyə çağırır, məktəbliləri və turistləri parkın qaydalarını hörmət etməyə öyrədir. Bu isə gələcək nəsillər üçün əvəzsiz bir təcrübədir. Qızılağac Milli Parkının beynəlxalq əhəmiyyəti də xüsusi vurğulanmalıdır. UNESCO tərəfindən əhəmiyyətli sulaq ərazi kimi tanınması buradakı biomüxtəlifliyin qlobal səviyyədə qorunmasına töhfə verir. Bu, Azərbaycanın təbiət siyasətinin uğurlu nəticəsini göstərir və gələcək nəsillər üçün böyük bir mirasdır. Əziz məktəb yoldaşlarım, gəlin bir də gənclər üçün mesajı vurğulayaq. Bizim hər birimiz təbiəti qoruyarkən yalnız heyvanlar və bitkilər deyil, həm də öz gələcəyimizi qoruyuruq. Əgər biz Qızılağac kimi parkları diqqətlə izləməsək, qayğı göstərməsək, gələcəkdə sağlam, xoşbəxt və ekologiya həssas bir cəmiyyətin formalaşmasına töhfə vermiş olacağıq. Sonda hörmətli müəllimlərimiz, əziz məktəb yoldaşlarım və dəyərli dinləyicilərimiz, bugünkü verilişimizdə biz Qızılağac Milli Parkının tarixi, flora və faunası, ekoturizmin imkanları, gənclərin rolu və gələcək nəsillər üçün əhəmiyyəti barədə danışdıq. Təbiəti qorumaq, gələcəyi qorumaq deməkdir. Gəlin birgə səylərimizlə Qızılağacı, onun nadir quşlarını, heyvanlarını və bitki örtüyünü qorumağa çalışaq. Mən məktəbimizin 6A sinif şagirdi Məhərrəm Said efirdə sizinlə idim. Diqqətinizi və zamanınızı ayırdığınız üçün hər birinizə təşəkkür edirəm. Gələcəyin işığı FM-in növbəti verilişlərində yenidən görüşmək ümidi ilə sizə işıqlı, ümid dolu və sağlam günlər arzulayıram. Sağ olun, salamat qalın.